Vətən naminə şəhid kapitan Ruslan Qəhrəmanovun qəhrəmanlıq səlnaməsi Öndər TV xüsusi reportajı. Haqq, ədalət uğrunda apardığımız müqəddəs vətən savaşında bizə tarixi zəfər sevincini bəxş edən şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Azərbaycan xalqının ən böyük mənəvi sərvətidir. Məhz onların şücaəti sayəsində bugün üçrəngli dövlət bayrağımız işğaldan azad edilmiş, torpaqlarımızda qürurla dalğalanır. Bu qəhrəmanlıq səlnaməsi yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də vətənpərvərlik ruhunu formalaşdıracaq əbədi bir irsdir. Məhz bu müqəddəs irsi yaşatmaq və xalqımıza təqdim etmək hər birimizin mənəvi borcudur. Azərbaycan dövləti vətən uğrunda canından keçən qəhrəman oğullarının xidmətlərini hər zaman yüksək qiymətləndirib. Minlərlə hərbi qulluqçu göstərdikləri şücaətə görə ali orden və medallarla təltif olunub. Həmin qəhrəmanlardan biri də xüsusi təyinatlı qüvvələrin igid zabiti şəhid kapitan Ruslan Qəhrəmanovdur. Öndər TV olaraq hazırladığımız vətən naminə verilişinin növbəti buraxılışını məhz şəhid kapitan Ruslan Qəhrəmanovun əziz xatirəsinə həsr etdik. Bu buraxılış çərçivəsində Şəmkir rayonunda və Bakı şəhərində çəkilişlər apararaq onun keçdiyi şərəfli ömür yolunu, ailəsinin xatirələrini, döyüş ruhunu və vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlığı tamaşaçılarımıza təqdim edirik. Məqsədimiz yalnız bir qəhrəmanın həyat yolunu işıqlandırmaq deyil, həm də şəhidimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq səlnaməsini gələcək nəsillərə çatdırmaqdır. Səfərimiz ilk olaraq şəhidimizin doğulub boya-başa çatdığı Şəmkir rayonunun keçili indiki Xuluf kəndindən başladı. Burada şəhidimizin ata ocağını ziyarət etdik, valideynlərini, atası Mehman Qəhrəmanov və anası ilə görüşərək Ruslanın uşaqlıq illəri, ailə tərbiyəsi, vətən sevgisi və hərbiçi kimi formalaşması haqqında səmimi söhbətlər apardıq. Ruslanın dünyaya gəlməyi Almaniyada dünyaya gəldi, Edinburq şəhərində. Ruslanın 2 yaşı var idi biz Azərbaycana gələndə. Onu biz vətənpərvər ruhunda böyütdük, çünki atası da hərbiçidir. Həm qazidir, 2-ci qrup əldir. Ruslanın 4 yaşı var idi atası qazi olanda. Ruslan atasının yolunu seçdi ki, mən atamın yolunu davam edəcəm, hərbiçi olacağım. Ruslan getdi, oxudu. İlk iş yeri başlanğıcı Salyan rayonu olubdu. Sonra səhv eləmirəmsə Cəlilabadda olubdu, sonra Bakıda olubdu. Axırıncı yeri Xızı olubdu. Orada gəldi döyüşə. Mən də oradaydım, o döyüşə gedən zaman ailəsinin içindəydim. Oğlu dünyaya gəlmişdi. Ancaq sevinci yarım qaldı, çox sevinirdi. Mən 2-ci qrup Qarabağlı hərbiçi Qəhrəmanov Mehman Valihoğlu və mənim oğlum Azərbaycan bayrağı ordenli təyinatlı qüvvələrin kapitanı şəhid Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-sında Almanya Magdeburg şəhərində anadan olmuşdu. Ruslan gözünü açandan hərbiçi ailəsində böyüyürdü və daimi məni hərbi formada görürdü. Şəhidimizin atası Mehman Qəhrəmanov 1-ci Qarabağ müharibəsinin iştirakçısı və qazisidir. O, vətənin müdafiəsini həyatının ən ali missiyası hesab edib və qazandığı hərbi təcrübəni gənclərlə bölüşüb. Elə Ruslan da məhz bu ailədə vətən sevgisi, dövlətə sədaqət və hərbiçi qeyrəti ruhunda böyüyüb. Valideynlərin danışdığı hər bir xatirədə həm böyük qürur, həm də övlad nisgilinin yaratdığı ağır-ağır hiss olunurdu. Və büyüdükcə uşaqlıq illəri biz orada 90-cı ildən Almaniyadan qayıtdıq, Gəncə şəhərinə gəldik. Biz Gəncəyə köçdük, Gəncədə yaşadıq və mən hərbidə işləyirdim. 1992-ci ildə oktyabrın 7-sində mən yaralandım.
95-ci ilin fevral ayında mən Azərbaycan Silahlı Qüvvələrindən təxris olundu. Şəmkir rayon Xuluf Keçili kəndinə köçdük və Ruslan Orta Məktəbin 1-ci sinifinə mənim əmim nəvəsi şəhid Ölüşən İsmailov adına Plankənd İktisali Orta Məktəbinin 1-ci sinifinə getdi. Həmin məktəbi şəhidin adına idi. Həmin məktəbi bitirdi. Böyüdü, boyu başa çatdı. 2003-cü ildə onu mən Cəmşid Naxçıvanski adına hərbi liseyə apardım və həmin hərbi liseyə yüksək balla bir hərbiçi kimi daxil oldu. 2007-ci ildə Cəmşid Naxçıvanski hərbi liseyi bitirib Ulu Öndər Heydər Əliyev adına Ali Hərbi Məktəbin 1-ci kursuna qəbul oldu. 2011-ci ildə Heydər Əliyev adına hərbi məktəbi bitirib təlim tədris mərkəzində 1 il zabit kimi kurs keçdi. 2012-ci ildən İnsali hərbi hissədə kəşfiyyat Səlyanda İnsali hərbi hissədə xidmət elədi. 2012-ci ildən xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışırdı. Və mən onun fərəh duyurdum. Bu mənalı ziyarətdə Türkiyədən Azərbaycana gələn dəyərli dostumuz Cəlal Çələbi də bizimlə birlikdə iştirak etdi. Onun şəhid ailəsinə göstərdiyi ehtiram bir daha Azərbaycanla Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlığın, bir millət, iki dövlət fəlsəfəsinin canlı təcəssümü oldu. Çəkiliş zamanı şəhidimizin ev muzeyini ziyarət etdik və burada onun hərbi geyimləri, şəxsi əşyaları, orden və medalları, ailə şəkilləri, xidmət etdiyi dövrə aid sənədlər və müxtəlif xatirələr böyük sevgi və ehtiramla qorunur. Bu ev muzeyi təkcə bir ailənin xatirə guşəsi deyil, həm də gələcək nəsillər üçün qəhrəmanlıq məktəbidir. Ruslan dedi ki, mama, biz almalıyıq torpaqlarımızı. O kirimirdi ki, çox gözəl yerlərimiz var. Onlar dedi, düşmənin ayaq altında qala bilməz. Biz oranı almalıyıq. Çox istədi. Şəhid olmağını da öz istəyirdi. Ancaq mən dedim ki, Ruslan, niyə şəhidliyi arzuluyursan? Axı torpaqları alıb onun üstündə yaşamaq lazımdır. İşini davam eləmək lazımdır. Ruslanı mən də general görmək istəyirdim. Çox təmiz uşaq olubdu, təmiz işində təmiz olubdu. Bu saldatlarına mən deyərdim ki, o komandir kimi yox, ata kimi rəftar elədi onlardan. Bugün həmin saldatları bizim daimi evimizə gəlib gedirlər ailəlikcə. Ki bizə komandirimiz bizə ata olubdu. Döyüşdə də özü hər şey eləyirdi, yaralılara çox kömək eləmişdi. Çünki gələnlər danışır. Vurulan vaxtı da o erməninin bir maşını keçəndə deyib, bu erməni maşınıdır. Çünki bunlar Cəbrayıl rayonunda dururlarmış, alınan torpaqlarımızda. İkinci maşın gələndə icazə verməyib atmağa. Deyib, mən diri-diri tutmalıyam. O ermənini tutan vaxtı onu vurublar. Çünki o ermənilər onları mühasirəyə almaq istəyirmiş. Ruslan orada əsl qəhrəmanlıq göstərmişdi. O qoymamışdı ki, xüsusi təyinatlı mühasirəyə alsınlar. O oradan onları xilas eləmişdi. Öz bir canı bahasına Ruslan orada şəhid olmuşdu. Heç nə deyə bilmirəm valla. Çünki Ruslan elə bir oğlu idi ki, heç kəsə qıymazdı ki, nəsə olsun, öz canını verərdi hamı üçün. Çünki şəhid olan uşaqları kirimirdi ki, filan kəsləri şəhid oldu. Mən çünki hamısını tanımırdım. Rəşad o şəhid olanda ona çox təsir eləmişdi. Çünki bir yerdə işləyirdilər onlar. 28-i Rəşad şəhid oldu. Ağlaya-ağlaya zəng elədi ki, Rəşad şəhid oldu. Çox əzab çəkirdi şəhid olan uşaqlar üçün. Onun xəbərini ağlaya-ağlaya deyirdi o.
Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-sında Almaniyada hərbiçi ailəsində dünyaya göz açıb. Atasının hərbi xidməti ilə əlaqədar Almaniyada doğulan Ruslan uşaqlıqdan nizam-intizamı, vətən sevgisini və hərbiçi ruhunu ailəsindən mənimsəyib. Şəmkir rayonunun Keçili kəndində yerləşən Rövşən İsmailov adlı 2 nömrəli orta məktəbdə 9-cu sinifə qədər təhsil alan Ruslan daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Liseyi uğurla başa vurduqdan sonra ali hərbi məktəbdə təhsil alaraq leytenant kimi Azərbaycan ordusunda xidmətə başlayıb. Qısa müddətdə peşəkarlığı, cəsarəti və yüksək zabit keyfiyyətləri ilə seçilərək döyüş yoldaşlarının böyük hörmətini qazanıb. 2016-cı ilin aprel döyüşlərində iştirak edən Ruslan Qəhrəmanov göstərdiyi igidliklə adını qəhrəman zabitlər sırasına yazdırmışdı. 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsində isə Füzuli istiqamətində gedən ən ağır döyüşlərdə ön sıralarda vuruşaraq Azərbaycan ordusunun şanlı zəfərində mühüm pay sahibi oldu. Döyüşlərdən əvvəl dostlarından biri ona "Sənin 2 qızın, bir oğlun var. Çalış, şəhid olma. Balaların səni gözləyir" dedikdə Ruslan Qəhrəmanov tərəddüd etmədən belə cavab verir: "Şəhid olmaqdan qorxan döyüşə getməz. Mən ora elə şəhidlik üçün gedirəm." Cəbhəyə yollanmazdan əvvəl isə övladlarını bağrına basaraq onlara belə vəsiyyət edir: "Əgər mən şəhid olsam, bayrağı götürüb öndə gedin və fəxrlə deyin: Vətən sağ olsun. Gözüm arxada qalmayacaq. Çünki bilirəm ki, mənim yolumu oğlum davam etdirəcək." Bu sözlər onun vətənə sonsuz bağlılığının və şəhidlik zirvəsinə olan müqəddəs baxışının ən parlaq ifadələridir. Xüsusiyyətləri tələbkar idi, düz idi, dürüst idi. Çox tələbkar idi. Məsuliyyətli evladı idi. İşində çox məsuliyyətli yanaşırdı. Və daimi dərslərində də, eləcə xidmətində də mən gedirdim, gəlirdim. O mənlə nəinki ata evladı idi, həm də bir yoldaş idi. Bir hərbiçi kimi mən düzdür gizir idim, o zabit idi. Həmişə zarafatımız da olurdu. Deyirdim, cənab leytenant, kapitan, həmişə gizirlərin yanında böyüyürsünüz, həmişə gizirlərdən nəfəs alırsınız. Belə bizim bir zarafatımız olurdu. Deyirdi ki, hərbidə gizirlər həmişə nə var hamısının yerində bildiyinə görə hər şeyi düzgün bilirdi. Vallahi elə bir evlad idi ki, qardaşımla çox yaxın dostuydu, Aslanla. Çox yaxın dostluq eləyirdi. Həmişə məzuniyyətə gələndə Naxçıvanski Çelişdən, akademiyadan bizim işimiz təsərrüfat idi, parnikimiz var idi. Gələndə durmurdu vallahi, o 40 günümü, 25 günümü məzuniyyətini daimi çalışırdı ki, irəli çıxaq, nəsə də bir əldə eləyək, gələcəyimiz üçün bir özümüzə bir kariyer quraq, ev tikək, evşirin. Düzdür, bu dəqiqə hal-hazırda olduğumuz evi mən tikdim Ruslan üçün və bu otaq, hansı ki danışıram, bu otaq onun öz düşüncə və fikrinlə iş otağı olmalıydı ki, mən burada iş otağım olacaq. Ata deyirdi ki, pensiya çıxanda bura mənim iş otağım olacaq. Çox təəssüflər olsun ki, bu evdə, bu otaqda heç yaşamadı, görmədi, qismət olmadı. Amma bu günləri həmin mən onun iş otağını biz müzeyə elədik. Onun şəkilləri, əşyaları, nə var, hamısı bu evdə, bu otaqda yerləşir. 3 evladı var. Gündür böyüyü, Mələkdir. Yusif 2020-ci ilin sentyabrın 17-si doğuldu. Və mən onun zabit yoldaşlarından, iş yoldaşlarından bu sözləri eşitmişdim ki, Ruslan deyirdi ki, mən heç daha nə rahat deyiləm, arxamda kişi qovub gedirəm. Mənim arxamda kişi var, mən oğul qovub, kişi qovub gedirəm. Və mən o torpaqların azadlığı uğrunda canımı verməyə də hazıram. Ruslan bizim üçün əlçatmaz bir evlad idi. Çox savadlı idi. Həkim sahəsində çox güclü bilirdi və onun bir əskərinin
Facebookda yazısına qulaq asdım, oxudum. Orada yazır ki, mənim komutanım sabah olanda mənim termometr qoyub mənim qızdırmamı ölçürdü ki, görüm qızdırman qalmayıb kəsgər. Amma heç vaxt deyir 18 yaşım atır mənim atam-anam onu elləməmişdi, məni yoxlamamışdı. Belə evladı idi. Axırıncı səfər oktyabrın 3-ü idi, gəldi evə. Komandan icazə vermişdi, gəldi. Evladını görmək üçün gəldi. Gəldi və mənlə tədarik gördük. Ayın 4-ü sabah biz Füzuli istiqamətinə hərəkət elədik. Mən idim, mənim qardaşım idi. Qardaşım da döyüşmüşdü, o da veteran idi. Bizim hərəkət getdik Füzuliyə, saat 1 idi, ora çatdıq. Düzdür, ac idik, yemək zad yeməmişdik. Mən də yardım aparmışdım. Həmin yardımda yeməklər də vardı, geyim əşyaları da var idi. Ləvazimatdan və bir neçə texniki qurğular var idi ki, onu mən ordu üçün, xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutub aparmışdım ki, döyüş zamanı onlara böyük ehtiyac ola bilər. Və mən orada bir tikə yemək götdüm, soğutma ət ki, yiyeyim və Ruslana da uzatdım. Özünün canı üçün dedim, Ruslan, ala bir qismat da sən yiyib. O belə baxdı, bir qismat mən götürdüm. Dedi, ata, o boğazından nə tər keçir? Dedim, niyə elə deyirsən? Dedi, bu dəqiqə mənim əskərlərim, zabitlərim, iş yoldaşlarım orada döyüşdədir. O mənim boğazımdan keçməz. Və o bir sok o ət parçasını, yeməyi götürmədi. Özünün canı üçün o mənim boğazımda qaldı. Mən onu yola saldım, apardım, getdik hərbi hissənin, görüşdük orada. Yola saldım, qaydan başı Ağcabəddə dayandım, mən çox qəhrələnmişdim. Bilirdim müharibə nədir, ona görə onu görmüşdüm. Amma həqiqətən də çox çətin də olsa, mən bir şeyi çox gözəl xatırlayıram, bir çox sevinirəm ki, bizim torpaqlar düşməndən azad oldu. O torpaqlar ki, ermənilər 200 il idi, həmin o torpaqları, Azərbaycan torpaqlarını işğal eləməkdən ötəri onların planları var idi. O planları bizim evlatlar, gənclər 44 gündə məhv elədi. Onların 200 illik arzu istəyini 44 gündə onların öz arzu istəklərini ürəklərində qoydu. Bugünə şükür ki, bugün bizim torpaqlar azaddır. Bugün onun evlatları böyüyür, Yusif böyüyür, 6 yaşı var. İnşallah Allah qismət eləyər, pilot olmaq istəyər, arzusu pilot olmaqdır. Qismət olar, o da hərbisi olar, atasına davamçı olar. Allah canınızı sağ eləsin. Mən bugünə qədər 6 ildir müddətində oğlum bizim sıralarda yoxdur. Amma and içərəm vicdanıma ki, 6 ildə mən şəxsən onun yoxluğunu hiss eləmirəm. Niyə? Ona görə ki, xüsusi təyinatlı qüvvələrin zabitləri, gicirləri, mahirləri, əskərləri daimi bizlə bir yerdədir. Bayramlarda, tədbirlərdə, il dönümündə həmişə bizim ocaqda olurlar. Ruslan ziyarət edirlər, ailəsinə yaxın gəlirlər, ailəsini ziyarət edirlər. Allah canlarını sağ eləsin. 1999-cu ildə Vətən müharibəsi qəhrəmanı Hikmət Mirzəyev tərəfindən qoyulmuş xüsusi təyinatlı qüvvələrdir. Mən özüm Hikmət Mirzəyevlə 1-ci Qarabağ müharibəsində Tərtər istiqamətində, Ağdərə istiqamətində döyüşmüşəm. Mən onun o vaxtı da qəhrəmanlığını görürdüm. Allah hər birinə can sağlığı versin. Və mən yenə də sözümün sonunda onu demək istəyirəm ki, biz öz evladımızla qürur duyuruq. Allah canınız sağ eləsin onun evladlarının. Allah sizin də Ramin müəllim ömrünüzü uzun eləsin ki,
uzaq bir yerdən gəlib bu ailəni ziyarət edirsiniz. Bizim dərdimizə şərik olursunuz. Sizin də komandaya Allah can sağlığı versin, ömrünüz uzun olsun. Çox sağ olun, minnətdarıq. Allah köməyiniz olsun. Döyüş tapşırığı zamanı kəşfiyyat qrupu düşmən tərəfindən mühasirəyə alınır. Xüsusi təyinatlı qüvvələrin kapitanı Ruslan Qəhrəmanov döyüş yoldaşlarını xilas etmək üçün heç bir an belə tərəddüd etmədən avtomobildən düşərək "Siz gedin, mən sizi qoruyacağam" deyir və düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olur. Öz canını silahdaşlarının həyatı naminə fəda edən Ruslan Qəhrəmanov əsl Azərbaycan zabitinin şərəfini, cəsarətini və vətənə sonsuz sevgisini öz həyatı bahasına sübut edir. Şəhidimiz doğulub boya başa çatdığı Şəmkir rayonunun Keçili kəndində dəfn olunub. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə kapitan Ruslan Qəhrəmanov ölümündən sonra göstərdiyi misilsiz qəhrəmanlığa görə Azərbaycan bayrağı ordeni, Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Bu yüksək dövlət təltifləri onun vətən qarşısındakı xidmətlərinə görə verilən ən ali qiymətin ifadəsidir. Daha sonra şəhidimizin məzarını ziyarət edərək ruhuna dualar oxudu. Ardınca onun adına inşa olunmuş bulağın önündə olduq. Bu bulaq yalnız bir abidə deyil, həm də vətən uğrunda canından keçən bir qəhrəmanın xalqın yaddaşında əbədi yaşayacağının rəmzidir. Şəmkir rayonundakı çəkilişlərimizi başa vurduqdan sonra Vətən naminə verilişinin növbəti hissəsi Bakı şəhərində davam etdirdik. Burada şəhid kapitan Ruslan Qəhrəmanovun həyat yoldaşı və övladları ilə görüşərək onun ailə həyatına, övladlarına olan sevgisinə və insan kimi malik olduğu yüksək mənəvi keyfiyyətlərə bir daha yaxından şahid olduq. Şəhidimizin həyat yoldaşı Ruslan Qəhrəmanovu xatırlayarkən göz yaşlarını saxlaya bilmədi. O bildirdi ki, Ruslan ailəsini sonsuz sevən qayğıkeş, həyat yoldaşı və övladları üçün əsl dayaq idi. Bununla yanaşı vətən sevgisi onun üçün hər şeydən üstün idi və o müqəddəs amal uğrunda canını fəda etməkdən bir an belə çəkinmədi. Qəhrəmanova Elsəvə Əzədə qızı. Ruslanla tanışlığımız ilk dəfə bizim demək o 2011-ci ildə valideynlərimizin, daha doğrusu onun nənə babasının istəyi ilə. Ondan sonra biz tanış olmuşuq, ailə həyatı qurmuşuq və Ruslan bizim xatirimizdə həmişə gözəl ürəkli, gözəl qəlbli, ailə canlı, mərd, cəsur insan kimi qalıb, ailəsini sevən, evladlarını sevən, ailəsinə dəyər verən, yəni hər kəsin, necə deyim, yaxşı bir insan kimi tanıdığı, yaxşı insan kimi xatırladığı bir insandır, yəni Ruslan. Hər kəsin də qəlbində dərin izlər buraxıbdır. Oktyabrın 3 günü idi Ruslan evə gəlmişdi. Həmin vaxtı Cəbrayılda idi onlar. Ruslan bir günü evə gəldi. Bunlar demək atası ki, ümumi kənd olaraq yığışıb azuqə hazırlayırdılar. Ruslanla son görüşümüz elə onda oldu. Onu bilirəm ki, o evə gəldi, o ancaq tələsirdi ki, getsin, qaçsın, geri qaçsın ki, mən bu dəqiqə müharibənin elə şiddətli vaxtıdır ki, mən burada dayana bilmirəm, əskərlərim orada, mən tez özümü yetişdirməliyəm onlara. Ancaq gözümdə o idi ki, tez qayıdım, geri qayıdım. Və atasının da dediyinə görə o gedərkən yolda ancaq sürücüyə biraz tez onları ora çatdırmağını istəməsi olubdur ki, biraz tez ol, ləngiməyək yolda, əskərlərim oradadır. Azdır o, yəni yolda gedərkən də onlar saxlayıblar ki, haradasa yemək yeməyə. Ruslan yemək yeməyib həmin vaxtı ki, əskərlərim azdır, mən onlar az olan müddətdə mənim boğazımdan yemək keçməz. Ruslan çatdı, ora çatandan sonra
Axşam radiolar saat 8-9 arası olardı. Zəng vurdu ki, hər şey yaxşıdır, narahat olmayın, buradayam. Həmin vaxtda mən qayıtdım ki, Ruslan, sən qolbağın evdə qalıbdı. O həmin vaxtda mənə dedi ki, onu götür özün istifadə elə, tax qoluna. Yəni o heç vaxt xoşlamazdı onun əşyalarından istifadə olunmağını. Dedi ki, götür onu tax qoluna, qolunda saxla. Dedim yaxşı. Bir də dedi ki, sadə var idi qolunda. Dedi ki, o öz-özünə düşdü, qırıldı, düşdü qolumdan. Bilməm, dedim, xeyir olsun. Bəzən bizdə bu cür hadisələri biraz negativə yozurlar ki, sağlıq sınmağı falan. Dedim, inşallah xeyirlisi olsun. Son danışığımız onda olub. Hər şey yaxşıdır dedi. Amma ki, bir onu bilirəm ki, yəni onun qorxusu yox idi. Döyüşə gedərkən onun heç bir qorxusu yoxdur. Əksinə o arzulayırdı. Həmişə yəni müharibə başlamamışdan da arzulayırdı ki, müharibə olsun, döyüş olsun. O necə deyirlər, o qəlbində o saxladığı o kini, o acığı o çıxsın da düşməndən. Uşaqlarla belə ümumilikdə özü ailəcanlı bir insan olubdu. Və düzdür, onun uşaqlarla çox vaxt keçirə bilməyibdi işi ilə əlaqədar. Demək olar ki, Yusiflə də, Yusifi cəmi 3 gün görübdü. Yusif sentyabrın 17-si doğulub. Sentyabrın 20-si də artıq onlar hərbi tapşırıqlar üçün, yəni evi tərk etmişdi Ruslan. Cəmi o evladının üzünü 3 gün görmüşdü. Qızların da belə onların həmişə oxumağına, təhsil olmasını istəyirdi. Böyük qızını hətta həkim görmək istəyirdi, çox arzusuydu ki, onu həkim görsün. Balacaya isə deyirdi ki, yəqin ki, müəllim olar. Çox da balaca hələ 1-ci sinifə gedirdi, yəni atası şəhid olanda. O deyirdi ki, yəqin ki, o həkim müəllim olacaqdı, amma Aygün o həmişə həkim görmək istəyirdi. Düzdür, çox çətindir. Yəni, qıraqdan baxan üçün asan görünə bilər, amma ki, çox çətindir. Bir ailənin gözlənilmədən bu xəbəri almaq, illər boyu qurduğun o arzuların bir anda yox olması, bir dəqiqə belə evə keçəndə narahat olduğun bir insanın artıq gəlməyəcəyini bilmək, onun yoxluğunu qəbul etmək çox çətindir. Uşaqlar, düzdür, böyük qızlar artıq qəbullanırlar. Onlar nə qədər ürəklərində atalarını istəsələr də bunu mənə o qədər də bürüzə verməməyə çalışırlar. Amma Yusif hələ onu dərk edə bilmir. O çox axtarır atasını. Onun bəzi sualları olur ki, mən ona cavab verə bilmirəm. Bu il 5 yaşlıya gedirdi. Elə oldu ki, bir gün mən onu məktəbdən götürəndə bəzi uşaqların ataları gəlmişdi. O qayıtdı ki, mama, bəs mənim atam niyə gəlmir məni götürməyə? Mən də istəyirəm, axı atam gəlsin. Ruslan şəhid xəbəri elə, yəni gözlənilməz oldu. Mən son dəfə Ruslanı yola saldım. Axırıncı dəfə dediyim kimi ayın 4-ü günü axşam bizim danışığımız oldu. Hər şey yaxşıdır dedi. Və sonra sağollaşdı. Həmin gecə Cəbrayılda elə güclü döyüş olmuşdu. Ruslan ilə həmin vaxt orada şəhid olmuşdu. Yəni səhər biz qalxdıq. Atasının telefonuna zəng gəldi və artıq onun şəhid olduğu xəbərini atasına verdilər. Böyük qızı isə atası haqqında həm qürur, həm də kövrək hisslərlə danışdı. O qeyd etdi ki, atası onlara həmişə dürüst olmağı, vətəni sevməyi, bayrağa hörmət etməyi və heç vaxt haqq yolundan dönməməyi öyrədib. Onun söylədiyi hər bir söz çəkiliş iştirakçılarını dərindən təsirləndirdi. O an bir daha anladıq ki, şəhidlərimiz yalnız döyüş meydanında deyil, həm də böyütdükləri övladların timsalında yaşayırlar. Bu görüşlər zamanı bir daha şahid olduq ki, şəhidlər ölmür, onlar valideynlərinin dualarında, həyat yoldaşlarının sədaqətində, övladlarının qürurunda və bütöv bir xalqın yaddaşında əbədi yaşayırlar. Salam, mən xüsusi təyinatlı qüvvələrin kapitanı şəhid Ruslan Qəhrəmanovun qızı Aygün Qəhrəmanova. Mən atamla nə qədər az vaxt keçirsək də, əslində xüsusi bir anlarımız olub.
Atamla keçirdiyim vaxtlar, onunla parka gedərdik məsələn üçün. Bir yerdə gələrdik, gəzərdik ailəmizlə birlikdə. Atam hər axşam saat 8-də gələndə, yəni hər an qucağına qaçardım, belə qucaqlayardım. Bəzən yenə o hissi darıxıram o hissdən ötürü ki, atamı qucaqlayım, boynuna sarılım, onunla bir yerdə vaxt keçirim. Bəzən uşaqlar məktəbdən çıxanda onlar atalar götürəndə mənə uzun-uzun baxışlar atıram ki, hə, onları ataları götürür, mən götürən sadəcə bir taksidir. Bəzənlər qibtə çəkə bilirəm. Artıq 6 il keçib, unutmamışam, unuda bilmərəm. Çünki unudulmaz bir insandır. Nə yaxşı ki, atam belə yüksək zirvələrə qalxdı. Nə yaxşı ki, atam bütün, təkcə mənim deyil, bütün respublikanın şəhididir. Hər bir kəsin, hər bir ananın oğludur. Onun sayəsində biz bu dəqiqə rahat yaşaya bilirik, yata bilirik, qalxa bilirik. Həkim olmamı istəyirdi, ən çox həkim olmamı istəyirdi. Mən ağ bir xalatda görmək istəyirdi atam. Mən də bu arzu ilə onun istəyini yerinə yetirmək istəyirəm, həkim olmaq istəyirəm. İnşallah. Vətən naminə verilişinin əsas məqsədi də məhz budur. Qəhrəmanlarımızı tanıtmaq, onların keçdiyi şərəfli ömür yolunu gələcək nəsillərə çatdırmaq, şəhid ailələrinin fədakarlığını və mənəvi gücünü cəmiyyətə təqdim etmək. Öndər TV olaraq bundan sonra da vətən naminə verilişi vasitəsilə vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın həyat və döyüş yolunu işıqlandırmağa, onların ailələrinin xatirələrini gələcək nəsillərə çatdırmağa davam edəcəyik. Çünki şəhidlərimizi tanıtmaq, onları unutmamaq və onların müqəddəs xatirəsini yaşatmaq hər bir azərbaycanlının vicdan və vətəndaşlıq borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin. Şəhid kapitan Ruslan Qəhrəmanovun ruhu şad, məqamı uca olsun. Vətən sağ olsun. Ramil Əliyev, Öndər TV-nin sədri.